Bismillahirrahmanirrahim. Təzə mövzumuz Azərbaycanda cərəyanlar, cərəyanşünaslıq. Biz bayaq sadəcə sizin o təhqiqinizə bir əlavə bir qeyd vurduq. Utopik, anti-utopik cərəyan haqqında. Çünki bunlar bizə təsirsiz ötməyib, təsir qoyub. Buna görə bunları biraz araşdırma məcburiyyətində qaldıq. Əlavə araşdıra bilərsiniz, amma çox böyük ehtiyac yoxdur. Amma istəsəniz edə bilərsiniz. Gələk çataq Azərbaycanda cərəyanları. Biz neçə cərəyan haqqında məlumat verdik? Nurçuluq, ateizm, bunlar hamısı cərəyandır. Bugün biz istəyirik Bəhaiyyət haqqında sizinlə danışaq. Azərbaycan kimliyinin təhribində əsas rollardan biri kino, teatr, musiqi, ədəbiyyat, rəssamlıq, show biznes. Bu Azərbaycan kimliyini təhrib edib. Bugün Azərbaycan gənci özünü bu cür ekranda atılıb düşən onlara qəribə dərd bundadır. Azərbaycan gənci, Azərbaycanın qoca nənəsi TikTok'a çıxır. Bəziləri də indi az bir hissə dəli kimi atılıb düşür. Yəni bu kimliyi dəyişilmiş bir fiqurdur. Bu həqiqət, yəni bir hissə var. Bu sahədə bəhailərin çox olması məhz bu yolla ailələrə yumşaq nüfuzu bu sekt haqqında məlumat vermək zərurətini yaradır. Bəhailər çoxdur onların içində. Birinci başlayanlar atan bəhailər olur. İranda da bu cürdür, Azərbaycanda bu cürdür. İranda da qırmızı xətləri birinci sındıranlar bəhailər olur. Sonra bir dənə cavan baxır, məsələn filan kəs bu işləri görür, belə pulludur, süfrəsi rəngin filan belə. O fikirləşmir o bəhaidir. O deyir, o da insandır, mənim kimi, o da Azərbaycanlıdır, o da mənim, o gör necə yaşayır. Deməli, bu cür yaşamaq düzdür. Bəhailik sektası 19-cu əsrin yarısında, əsrin ortalarında Mirzə Hüseynəli Nuri tərəfindən yaradılıb. 1817-ci il anadan olub, 1892-ci ildə dünyasını dəyişib. Ondan qabaq Babilik sektası olub. Çünki Babilik bugün Azərbaycanda demək olar ki, yeri yoxdur. Babilik haqqında araşdırmaya ehtiyac görmürəm. Babilik sektasının davamında yaranıb. Bu sektadır, firqədir. Bu sekta qeyri-İslami mistikadan təsirlənib. Yaranan gündən də İslam dininə və Əhl-i Beyt məktəbinə qarşı xüsusi düşmənçiliyi ilə seçilib. İlk gündən. Bunun İslamla problemi olub, şiəliklə problemi olub. Bugün Bəhaiyət Siyonist Yəhudilər tərəfindən idarə olunur tam şəkildə. İşğal olunmuş Hayfa şəhərində Kermel dağında Beytül Ədl Əzəm tərəfindən idarə olunur. Bir dənə idarə yaradıblar İsraildə, Kermel dağında. Beytül Ədl Əzəm onlar tərəfindən idarə olunur. Mən onu bir tarixçə sizə danışım. Bahailik yaranmazdan qabaq bir dəstə İran Yəhudiləri rəsmi elan elədilər ki, biz şiəliyi qəbul edirik, müsəlman oluruq. Sevindilər, alimlər, şəxsiyyətlər sevindilər ki, şükür Allah, axır zamandır. Yəni, inşallah İmam Məhdi gələcək, Yəhudilər İslamı qəbul edir. Hamı artıq bunları müsəlman kimi qəbul edir, qız alır, qız verir və birdən Mirzə Hüseynəli Nuri çıxdı üzə. Bunlar dəstə ilə dönüb Bahai oldular. Başa düşdülər ki, bunlar hiylə qurmuşdular. Çünki bunlar planlı girib 5 nəfəri də özünə inandırırlar, evinə dostluğa gedirlər, qız alırlar və sonra ondan da böyük dəstə ilə qayıdıb Bahai olurlar. Yəni 5 nəfər Yəhudi oldu, 15 dənə Bahai. Düzdür? Bu olub tarixdə. Məşhəddə olub, Şirazda olub. Ən çox Məşhədlə Şirazda bu hadisə baş verib. Bəhailər Bəhaullah kimi xitab etdikləri Hüseynəli Nurini Peyğəmbər və Bəhailik sektasını isə təzə din hesab edirdilər. Bundan əlavə bu sektanın üzvləri Hüseynəli Nurinin üçün uluhiyyətə də inanırdılar. Onun Allah olmasına da inanırdılar. Hüseynəli Nuri deyirlər ki, bu həm də bizim məbudumuzdur, ona ibadət edirlər. Bundan əlavə bu sektanın üzvləri Hüseynəli Nurinin dedik ki, uluhiyyətinə, məbudluğuna neyinlər inanırlar. Onlar İslam dininin Babilik vasitəsilə aradan getdiyini iddia edirlər. Deyir, İslam dini artıq getməlidir, İslam dini qutardı. Bu sekta əhli sünnə arasında Vahabilər yarandığı dövrdə həmin vaxtı Şiələr arasında yarandı. Əhli sünnə arasında Vahabilik, Şiələr arasında Bahailik. Eyni vaxtı yarandı. İngiltərə, Rus kəşfiyyatı bu sekta ilə sıx əlaqədə olublar və İslam məktəbinə, İslam dininə ölümcül zərbə vurmaq üçün zəiflətmək və müstəmləkə siyasətinə qarşı
gücsüz etmək üçün bu iki sektanı icad etdilər. Vahabilik özü sektadır. Şia alimləri əhl-i-sünnə alimlərindən fərqli olaraq daha qətiyyətli hərəkət etdilər, şəhid verdilər, can verdilər, qurban verdilər. Vahabilik sektasını bir həddə kimi boğa bildilər. Vahabilik bugün İslam dünyasında aparıcı bir qüvvə əhl-i-sünnə arasında çevrildi. Vahabilik Şia dünyasında eləyə bilmədi onu. Niyə? Çünki alimlər meydana gəldilər, can verdilər, qan verdilər, bunun qabağını aldılar. Var indi də az deyirlər, amma gizlin işləyirlər. Ticarətdən, məxsən İranda paltar və eynək ticarəti bunların əlindədir. Bunların qəribə bir siyasəti vardı, mən bir yerdə oxudum. Bax, biz olsaq bugün sabah istəyəcək nəticə alaq, düzdür. Bunlar İrana gəldilər, dedilər, manto ticarətini ələ keçirdilər. Qaçmışlar xarici, bunları pulla qaytardılar. Bu qadın geyimini bunlar ələ keçirdilər. Hər il 1 santimetr qısaltma, 2 yox. Hər il 1 santimetr paltarları qısaltmaq üçün işlədilər. 40 il ərzində mantolar 40 santimetr qısaldı. Bir zaman ayağın topuğundan olan manto indi göbəkdəndir. Hər il 1 santimetr həssasiyyəti aradan aparır. Məsələn, hər il biraz qısalıb, daybala, 1 sant bir şey deyil ki, buna dünya dağılmaz ki. O qədər problemlər var, cəmaət işsiz filan, 1 santimetr manto ilə nə olar ki? Amma 40 il ərzində 40 santimetr qısaldı. Görün, necə səbirlə işləyirlər. Biz bu cürük. Bugün topuqdansa, məsələn, bir şey istəyirik, sabah, məsələn, qurşaqdan olsun, elə sabah onu edirik. Onlar yox. Hər il 1 addım, 1 santimetr qabağa gəlirlər və müvəffəq olurlar. Çünki cəmiyyət həssas olmur onlara. Azərbaycan Respublikasında hətta rəsmi tədris ocaqları üçün hazırlamış dərsliklərdə İranda baş vermiş Bahayilərin və Babilərin fitnə və terrorlarını xalq hərəkatı adlandırırlar. Orta məktəb kitabını açın, yazırlar. İranda xalq hərəkatı, Bahayilər, Babilərin işlərini, cinayətlərini xalq hərəkatı kimi qələmə verirlər. Şia alimləri Bahayi sektası ilə qətiyyətli rəftarı səbəb oldu ki, onların bir hissəsi Çar Rusiyasının himayətinə sığınsın və Qafqaza gətirilsin, o cümlədən Azərbaycana. Əlbəttə, Bahayilik ilk yaradıldığı dövrdə də Qafqazda özünə tərəfdar tapa bilmişdi. Amma bunlar say baxımından az idilər. Bahayilin ilk olaraq Naxçıvanda, Ordubadın Vənən kəndində yayılmağa başlayıb, Naxçıvanda Vənən kəndində. Bugün də Naxçıvanda Bahayilik təsviflər olsun ki, var, amma çox gizlindir. Amma onları da adından dövlət işlərinə, bu məsələlərə çox çəkirlər. Molla Sadıq və Ağa Mirkərimli tərəfindən təbliğ olunmaya başlayıb. İlk dəfə bu iki molla Bahayi oldular, İslam dini tərk etdilər və Naxçıvanda təbliğə başladılar. Culfa yaxınlığında Qotur çayı ətrafında Bahayilik sürətlə yayılmağa başladı. Yerli Yəhudi, Naxçıvanın Yəhudiləri də Bahayilik sektasına kömək etməyə başladılar. 1863-cü ildən Çar xüsusi xidmət orqanları yaşıl işıqla Bakıda, Gəncədə, Bərdədə, Səlyanda, Göyçayda və Şəkidə Bahayilərin filialları açılmağa başladı. Neçənci ildən? 1863-cü ildən. Əsas himayəni Çar xüsusi xidmət orqanlarının göstərişi ilə yerli sahibkarlar edirdi. Gəlirlər, deyirlər, sən obyektin var, mağazan var, istəyirsən fəaliyyət göstərəsən, 5%-ni Bahayilərə kömək eləyəcəksən. Hökumət özü kömək eləmir. Sən eləyəcəksən. Niyə hökumət eləmir? Qoy deməsinlər, hökumət pisdir, İslama qarşı. Özünüz eləyirsiniz də. Sizin içinizdə, məsələn, Məşədi Pirvəli məsələm eləyir bu işi. Amma hökumət onu sıxıb. Səsini çıxarda bilməzsən, deyə bilməzsən, 5%, 10% Bahayilərə kömək eləyəcəksən. Bizim də xəbərimiz yox da, amma bilsə eləməmsən, bağlanacaq sənin mağazan, sənin sexin bağlanacaq. Onlar azad iqtisadi fəaliyyət göstərmələrinə problem yaranmasın deyə bu göstərişi faal şəkildə icra edirdilər. Məxsən Abşeronda Balaxanı kəndi bu sektanın əsas mərkəzinə çevrildi. Tanınmış Bahayi fəalı Mirzə Əli Əkbər Məmmədxanov Naxçıvanlı idi özü də. Oğlu Əliyullah, bu ad bizdə qəbul olunan ad deyil, Əliyullah. Naxçıvanın 1963-cü ildən bu yana 40 il ərzində Beytül Ədlin ali üzvü kimi seçilib. Beytül Ədl haradadır? Bugün İsraildədir, Kermel dağında, Hayfada. Bakıda neft hasilatının güclənməsi ilə iri mali axını başlandı Bakıya. Bu zaman xarici sahibkarlarla yanaşı çoxlu
Az sayılı bir daxildə bir sərvətli təbəqə formalaşdı. Bunların bir çoxu həyata təhqir görmüşlər. Bax, kasıb balası dünənə kimi palançı idi, hambal idilər. Həqiqətdir ya bu. Palanları vardı. Atırlar kürəyinə sərdən axşama kimi yük daşıyırdılar, təpik yiyirdilər, söyüş eşidirdilər. Bunlardan bəziləri bir gün içində varlandı. Bir gün içində həyatında neft fontan vurdu, oldu milyoner. Bunun axı gözündə o qalıb o kin, nifrət, o acıq çıxmaq, bu üzdən bir ömür palançılıq eləyib, hamballıq eləyib, onun bunun evində işləyib, evlənə bilmirdi. Baxır da şəhərin yarısı ruslar idi, yarısı ermənilər idi, yarısı gürcülər idi, belə idi. Bakı bu cür olub, indi azalıblar. Bu bir arzular, xəyallar birdən-birə əlinə pul keçir. Bu yana İslam dini deyir, olmaz. Nə etdilər? Oldular Bahai. Çünki Bahailik bütün bunlara icazə verib. Məhrəm, naməhrəm, hicab, bunlar hamısı qadağandır Bahailikdə. Hicab qadağandır. Bahailikdə hicab olmaz. Məhrəm, naməhrəm söhbəti yoxdur. Nədis, murdar söhbəti yoxdur. Arıq, nədis, bu nə deməkdir? İçmək, bu nə deməkdir? Ən murdar bir şey təsəvvür edin. Məsələn, sican düşüb yeməyin üçün, onu çıxarıb at yeməyi ye. Yox, yeyə bilərsən, problemi yoxdur Bahailikdə. Bunlar İndi ola bilsin bu cürdə eləməsələr ən azı, bunlar istəyirlər keyf eləsinlər, araq içsinlər, məsələn, bu sözü dəfələrdən, Nataşalarla tanış olsunlar, İslam qadağan edirdi, gedib Bahai olurdular ki, o da dindir, bu da dindir, o da deyir, bu da deyir də, nə deyir, siz düz deyirsiniz, öz vicdanlarını sakitləşdirmək üçün. Bunlardan biri Musa Nağıyev idi, 1849-cu ildə anadan olub, 1919-cu ildə dünyaya gəlib. Musa Nağıyev bir dilənçi idi, dilənçi yox, bir hambalı idi Bakıda. Birdən-birə varlandı. Bir yandan İslam dini deyir, olsun da pulun olsun. Sən bu şeyləri elə bilməzsən. Sən rahat adam döydürə bilməzsən, sən rahat cinayət elə bilməzsən, rahat əxlaqsız işlər görə bilməzsən. Bundan barışmadılar. Təkcə bu deyildi. Getdilər, Bahailiyi qəbul elədilər ki, o da Allah deyəndir də, nədir, siz eləsin mollalar düz deyir, mallalar elə düz deyir. Onlar da deyir də, danışır da. Sonradan bir çox modernizm, inkişaf, azadlıq şüarını verənlər Bahailik sektasının üzvləri idi. Bir şeyə bunlar insafa riayət edirdilər, biz bu günə kimi riayət eləmirdik. Zahiri yaxşı geyinməyə, tərtəmiz buna diqqət edirdilər. Cəzb edirdilər. Mən üçün bunların oxuyanda biraz həyatını gördüm. Məşhur şəxslər var, adlarını çəkmək istəmirəm. Ki, bugün orta məktəbdə uşaqlarımıza ideal insan kimi təqdim edirlər, Bahai olublar. Onlar şəhvət, zülm, çirkab dolu həyatlarına məhdudiyyətlər yaradan İslam dinindən intiqam almaq üçün müasirlik, inkişaf ilə İslam dini arasında ziddiyyət fikrini cəmiyyətin arasına salırlar. Siz deyirsiniz, İslam dini deyir, olmaz. Müasir olun, inkişaf edin, qabağa gedin, elm öyrənin. Elm adı ilə Bahailiyi yayırdılar. İslamla mübarizəyə qalxdılar. Sərvət və qələmi birləşdirdilər. Pullu idilər, pullandılar yavaş-yavaş və qələm sahiblərini ələ aldılar. Din alimləri də kifayət qədər reaksiya göstərmədi. Bir yandan imperiyanın dəyənəyi vardı başların üstündə. Bakı çox millətli idi, müxtəlif dinlərə mənsub idi. Yahudi kapitalı da Bakıya gəldi. Bu sektanı bir qəfəsdən çıxmış yırtıcıya döndərdik. Qabağında diyanı əzirdilər. İş o yerə çatmışdı. Bir Bakı milyoneri eşitdiklərim, gördüklərim, oxuduqlarım kitabında bu gəlib. Gəlirdi, məsələn, tutaq ki, girirdi bir dənə restorana, kafeyə, yiyib içirdi və gəlirdi belə divara dirənirdi, divara. Ona deyirlər, qapı o tərəfdəndir. Deyirdi, gəlin bu divarı sökün. Gəlib divarı sökürdülər, oradan çıxırdı. Bəzən olurdu, gəlirdi, belə gəlirdi, içib, pulludur, müsəlman da deyil, Allahdan da qorxmur, bir kasımın evinə dirənirdi. Ona, məsələn, gərək yolun dərsin, deyirdi, yox, gəlin bu evi sökün buradan. Evi sökürdülər onun üçün. Belə bir haranlıq yaranmışdı. Manaf öz kitabında, Manaf Süleymanov öz kitabında gətirib. O kitab mərkəzdə var bizdə. Kanala da qoymuşdum, istəsəniz oxuyarsınız.